yaşlı, cavan, kişi, qadın fərq eləmir. Bugün 14 fevral tarihi Azərbaycanda hər il daha çox gənclər tərəfindən qeyd edilir. Mən düşünürəm ki, burada da gənclərin çoxu bilmir ki, 14 fevral tarihi nədir, hansı anlama gəlir, nə mənadır, sadəcə sevgililər. Amma gəlin tarixə nəzər salaq, baxaq görək. 14 fevral 1994-cü il deməli Murovdağda bizim 1500 əskərimizin şəhid olduğu bir gündür. Yəni 14 fevral bizim sevincimizlə yanaşı, həm də bizim kədərimizdir. Bunu göz ardı etmir. Qaldı ki, əgər sən həyatına doğru insanı almısansa, zaten sənin üçün hər gün 14 fevraldır. Yox, əgər bir gün sən bunu kiçik bir hədiyyə ilə qarşılayıb, təbrik edib yola verəcəksənsə və sabah eyni şeyi yaşadacaqsansa, bu sevgililər günü sayılır. Həyatına doğru insanı almısansa, hər gün sənin üçün 14 fevral.